Əliyev Aliyla. Mən Zöhrəm Sadərov. Biz Storms komandasının üzvləriyik. Kubsatımızdır. Biz kubsatımızı müəyyən qaydalar çərçivəsində daxili görünəcək şəkildə hazırlamışıq. Həmçinin biz kubsatımızı hazırlayarkən bir neçə modullardan da istifadə eləmişik. GSP modulu, DHT11 sensoru. Biz bu sensorlar vasitəsilə kompüterimizə xüsusi kodlar vasitəsilə Arduino proqramından kodlar yazaraq havanın temperaturunu və nəmişliyini, həmçinin kameranı da işlədə bilərik. Bu da bizim kameramızdır. Kameramızın işlək vəziyyəti. Bizim PEK modelimizdir. Biz PEK modelimizdə bir gövdədən, 2 qanaddan və 3 antenadan istifadə eləmişik. Hansı ki biz gövdədə ikinci əl məlumatlardan istifadə eləmişik, kartondan və qanadlarımızda isə günəş panelindən istifadə eləmişik. Hansı ki günəşin işığını alır, elektrikə çevirir və daha sonra bizim 3 antenamız var PEK modelimizdə və bu 3 antena elektromaqnet dalğaları alıb sinyal ötürür.